Deməli uşaqlar, paylama qanunu nə idi? Mötərizənin xaricindəki ədəd, mötərizənin daxilindəki bütün ədədlərə ayrı-ayrılıqda vurulur. Niyə toplamaya görə dedik Asiya? Çünki mötərizənin içində nə var? Toplama var. Fəxrəddin, niyə çıxmaya görə dedik? Çünki ay sağ ol. Mötərizənin xaricindəki ədəd hər bir toplanana ayrı-ayrılıqda vurulur. İndi biz hərflər idi deyəni biz bunu hesablamadıq da, belə qalmalıdır. Amma ədədlər olsa, ədəd və hərflər olsa biz orada nə hesablama lazımdırsa onu aparacağıq. İndi bu qaydanı özünüz üçün evdə, indi videoda çəkir, atacağım qrupa, evdə istəyirsiniz köçürlərsiniz ya da kitabda var. Yaxşı? Bir dəqiqə. Təzə dərslik hamınızda var da, Dəyanətin təzə dərsi. Məndə var. Ay sağ ol. Hə. O kitabdan istifadə edilir. Mövzu neçə idi bu? Mövzu 6. Ay sağ ol. Şey eləmə, köçürtmə yine mən balam. Qulaq asın indi. Hə. Bu oldu nə? Paylama qanunu. Gəlin misal yazaq paylama qanunu. Elə kitabdan götürək. Elə kitabdan götürək uşaqlar, qulaq asın. Köçürtməyin, göndərəcəm link hamınıza. Demək ki uşaqlar, burada belə bir şey yazılıb. Yazılıb ki, nömrə 3-ün birincisi. Diqqətlə qulaq asın. Kim nəyə anlamasa desin, bir dəfə də deyəcəm. A bəndini yazıram, birincisini. Hə, hamısını göndərəcəm. Birinci misalı necə yazacağım? İndicə nə dedim sizə uşaqlar? Dedim Paylama ki, qanunu. bəli, o sənə onsuz da burada verib paylama qanununu tətbiq edərək həll elə. İndi sən burada nə edirsən? Mötərizənin xaricindəki ədədi, mötərizənin daxilindəki hər bir ədədə, hərfə, nədirsə fərqi yoxdur, vurursan, arasındakı işarəni də yazırsan. Bərabərdir. Altını vurarsan nəyə? X. Yazarsan 6x. Vur x yazmaq lazımdır. Qızım, danışanda qarışır. Mikrofonu söndürün. Mən danışım, izah eləyim. Ondan sonra siz suallarınızı verərsiniz. İşarəmiz plusdur. Bu hansına vuracamsa qabağındakı işarəni yazırsınız. 6'nı y qabağında nə eləyir? 6y çıxılsın. 6 vurulsun 15 yazacağım. Bərabərdir. 6x üstə gəl 6y çıxılsın nə? 90. Uşaqlar, bu belə də qalacaq. Nəyə görə? Çünki hansı ki fərqli hərflərlə verilir. Bunları toplayıb və çıxmaq olmaz. Nə də ki, belə tək ədədi, sərbəst ədədi heç vaxt sən belə dəyişəni olan ədədlə, ifadə ilə toplayıb çıxa bilməzsən. Ona görə də bu cür olduğu kimi qalacaq. Buyur Selin. Mən cavab 6x üstəgəl 6y çıx 90'dır. Bəli, bəli. Yaxşı. İzaha qulaq asın uşaqlar. Haçan sual versəm onda cavab verin. Səsi qarışdırmayın. 7 vurulsun 4, daha doğrusu bu 7 sonda yazılıbdır. Elə belə də yazacağım. 6y çıx 10 vur 7. Vaqif, burada 7'nin sağda və ya solda olmasının heç bir fərqi yoxdur. Onsuz da mötərizənin xaricində bir vuruqdur. Sən isə öyrəşmirsən və müəllimə sənə izah eləyəndə A-nı burada yazmışdı, düzdür? 6 da burada. Çox səni narahat eləyir. Bu 7'ni götürüb yazarsan bura. Daha gözəl görərsən. Yaxşı? Biz nə dedik yer dəyişmədə? Vuruqların yerini dəyişdikdə hasil dəyişir. Düzdür Yağmur? Hə. İndi Məhəmməd, mənə kömək elədin, zəhmət olmasan. Buyur. Başla. Ne eləyəcəm? Yəni ən birinci Aha. 6y-dən çıxacaq. O 4x-lə toplayacaq 6. Hə, dərsi dinləmirsən. Otur. Məndən cavab verə bilərəm. Yox, Fəxrəddin. Birinci mən yazardım ki 4x x yazır mən birinci. Əyləş Fəxrəddin. Dərsi dinləmirsən. Müəllimə mən deyirəm. Dərsi 4 nəfər dinləyir, 2 nəfər dinləmir onlaynda da. Hələ bir Mahirə desin görüm, onlayn uşaqlara hələ görə dinləyirmi? Mahirə buyur. İlk
28x üstə gəl 42y çıx 70. İzahını yaxşı ver də qızım. Tam ver də. Biz bilmədik ya hardan gəldi o. Mötərizə xaricindəki ədədi mötərizə daxilindəki ədədə vururuq. Yəni 7-ni nə edəcək qızım? 4x-ə vuracağıq, düzdür? Ay sağ ol. 7 vur. Selin soruşacağım da səndən Selin. Səs qarışdırmağın mənası yoxdur quzum. Sual verəcəm sənə. 7 vurulsun 4x üstə gəl. 7 vurulsun nə? 6y çıxılsın nə? 70. 7 vurulsun 10. Məhəmməd. Bir də açıqlaması ilə yazırım. Diqqətlə dinlə. Baxırsan amma burada deyilsən. 7-ni 4x-ə vuranda nə edir? 28x üstə gəl. 42y çıx nə? 70. Buna nəsə eləyə bilərikmi? Xeyr. Xeyr, eləyə bilmərik. Bu da oldu bir misalımız. Yazmayın. Mən izah eləyim, sonra özünüz üçün evdə baxarsınız. Yaxşı. İndi bizə cavab verir Selin. Selin. Sən mənə cavab verginən qızım. Buyur. Orada üstü değil. Orada ne yapmışsınız? 12 vurulsun 3a üstə gəl 5b çıx 4. Üstə gəl 5b çıx 4. Aha. Biz 12 vur 3a. Aha. Üstə gəl Aha. 12 vur 1. Aha. Çıx 12 vur 4. Güzel. Gördünüz necə dedi? Online'dadır. Oturmuşsuz burada. Rahat da eşidirsiniz de görürsünüz de. Bəs o cavab verir. Mənə bərabərdir. Tamaşaya gəlməmişik, öyrənirik. Yaxşı? 12'ni 3'e vuranda neyini? 36. Üstə 36 B. Sakit, sakit. Hə, buyur. Üstə gəl 60 B. Aha. Çıx 48. Düzdür. Yazın bunu. Kimdir öyle Aysun? Ne oldu? Arkaya ancak ha. Tez yazın tez. Şimdi cevap verir Fidan. Fidandan sonra kim? Asya. Hamı cevap verecek. Özünüz yazın da daha ne kaldı ki bir de görüyorsun burada. Özünüz yazın. Bitti. Şimdi Fidan sen cevap verirsen. Buyur Fidan. Mənə burada birinci mötərizə daxilindəki ədəd 8 vur 2A. Hı-hı. Çıx 8 vur 5B. Hı-hı. Üstə gəl 8 vur 15. Aferin. Sonra? Bərabərdir 8 vur 2A eləyir neydi? 16A. Çıx 8 vur 5B eləyir 40B. Hı-hı. Üstə gəl 8 vur 15-də nə eləyir? 120. Kömək elədim sana. Güzel, əla. Yazın. Vagif'i anladın 100%. Yağmur anladın 100%. Sen 100% anladın. Sen anlamadın, hələ soruşacağım. Mən rahat olun, ondan sonra deyərəm sən anladın ya yox. Asya sen de 100% anladın. Ben de bitti. Asya cevap ver. Buyur. 2 vur. Yükseleyim bunu. Ha. 2 vur 3x. Tez tez de. Çıx
2 vur 7A üstə gəl 2 vur 5B çıx 2 vur 20. Aha. Sonra 2-nin 3-ə 6x çıx 14A üstə gəl 10B çıx 40. Bitti. Məhəmməd. Buyur. Mən birinci Tez. 7 vur 8x üstə gəl 7 vur 5y çıx 7. Öyle 7 bu Z'dir. Bu Z. Bu Z'dir Z. X, Y, Z. 7 vur 8x bərabərdir 54x 56X. 56x. Üstə gəl 7 vur 5y 35y çıx 7. Z olduğu kimi qalır. Bundan sonra belə eləyəcəm. Dərsi çəkəcəm. Atacağım qrupa. Valideynləriniz də baxacaq ki, bizim uşaqlarımız dərsdə necə cavab verir. Yaxşı? Anladım indi. Hə, anladım. Fəxrəddin, sən cavab verəcəksən. Bir dəqiqə mən. Tez, sürətli uşaqlar. Sürətli. Onsuz da göndərəcəm. Sürətli. Bir dəqiqə. Özün yaza bilərsən də daha sənə var mı? Məsələni yazmamışam. Fəxrəddin. Buyur. Mama orada 2 kıldı. Çıx 7 üstə gəl 2K. Birinci 6 Hı-hı. vurulsun 8A. Tez. Üstə gəl 5B. Neyi niyəsiydik? Biraz da diqqətli ol. 6-nı da vuracaqdıq. 5B-yə. Sonra çıxacaq. 7. 6 vur 7. 6 vur 7. Sonra Üstə gəl. Ha. 6 Ha. vurulsun 2 40. Bərabərdir. 6-nı 8-ə vuranda Eləcək 50 4 8-ə. 6-nı 5B-yə vuranda 6 30 30 nə? B. Üstə gəl. 54. Çıx. 6 vur 7 42. Üstə gəl. 2 eləyəcək 12. Fəxrəddin. Bəsdir, daha heç nə eləyə bilməzsən. Nə bərabərdir? Yanında fərqli hərflər olanda səndən toplaya bilərsən, nə də çıxa Amma bilərsən. vurma bölümü var. Vurma ola bilər, hə. Bölmə də yox, bölmədə də hərflər qalır. Vurma ola bilər. Yaxşı, yazdıq. İndi yazırıq, deməli, evə. 1, 2, 3. Mən qrupa 3-də bir şey qalmadı, hə? Yaz. Evə, səhifə 20-də. Mən içeri 1, 2, 3. 3-də bir şey qalmadı, amma təkrar yazarsınız da daha yaxşı öyrənəsiniz deyə. Üçü mən başdan yazacağam. Lap yaxşı. 4-ə baxırıq. 4-ə baxmırıq. 4-ün qaydası var. Onu izah edirəm. Qulaq asın. Murtaza xarici. Yazın ki, Aycan. Siz öz tapşırığını göndərəcəksiniz də Hə, göndərəcəm, hə. Deməli, yazın. Ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Dəqiqə. Ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Mən bir dakika deyim. Evə tapşırıq birinci, ikinci, Aha, üçüncü tapşırıq. mötərizə xaricinə çıxarılması. Uşaqlar, bir ədədi sıfıra vuranda nə olur? Həmişə sıfır olur. Bəs bir ədədi sıfıra bölmək olar? Olmaz. Xeyr, ədədi sıfıra bölmək olmaz. Ədədi sıfıra vuranda sıfır eləyir. Amma sıfırı ədədə bölmək olar. Bunları qeyd edin, hə. Yazın ki, birinci təkliflər elə bunu ortaq vuruğu mötərizə xaricə çıxarılmasının altından yazın. Ədədi Eşidirəm sizi, mən də orta vuruğum nə? mötərizə xaricinə çıxarılması. Ədədi sıfıra yazın. Sıfıra
bölmək olmaz. Bu fikir yanlışdır. Yaxşı. İkinci, sıfırı ədədə bölmək olar. Qeyd edin bunları zəhmət olmasa. Bunun mənası nə deməkdir? Məsələn, 5 böl 0. Bu fikir olmaz. Amma 0 böl 5 bərabərdir 0. Yazmaq olar. 3 ədədi sıfıra vuranda neçə alınır uşaqlar? Hə? 0 olar. Yəni istənilən ədədi sıfıra vuranda 0 olar. Nədir siz orada nə yazmışsınız? Ədədi sıraya Sıfıra bölmək olmaz. Ədədi sıfıra bölmək olmaz. Hələ gedirik yox. Sıfıra bölmək olmaz. Sıfırı ədədə bölmək olar. O da üçüncü sıfırdan sonra ben. Həmən necə mənə ədədi sıfıra bölmək olmaz, amma sıfırı ədədə bölmək olar. Sən gələndə bura sənə daha da özətlə izah edəcəm. Ədədi sıfıra vuranda 0 olar. Oldu. Ədədi özünə böləndə nə olur uşaqlar? Bir. Qeyd edin. Bunlar təklif kimizsə verilə bilər. 4. Ədədi özünə böləndə nə olar? Həmişə belədir. İstənilən ədəd öz-özünə böləndə 1 olar. Elim ağırdı. Qulaq asın. İndi uşaqlar, silirəm Selin. İndi nə öyrənirik? Bilməyim, bir dəqiqə. Ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Nədir ortaq vuruğun mötərizə xaricinə çıxarılması? Selin, deyərəm atarlar sənə, qızlar yazıblar qəşəng. Özünə Böləndə 1 olar. Çıx eləmə falan. Özünə böləndə 1 olar. qurtardım. Hə. İndi qulaq asın. Uşaqlar, ortaq vuruğun mötərizə xaricinə çıxarılması nədir? Çox incə bir hissəsidir bu mövzunun. Amma bacardığımız qədər diqqətlə işləsək və hesablama sürətimiz, hesablama dəqiqliyimiz normal yerində olsa, biz bu ortaq vuruğun mötərizə xaricinə çıxarılmasında əziyyət çəkməliyik. Nədir? Məsələn üçün, mən yazıram 12x üstəgəl 12y. Baxın bura. Ortaq vuruq o deməkdir ki, verilən bu ifadədən hər bir ədədin ortağı, yəni hər ikisində olan nəsə var. Ya eyni ədəd var, eyni ortaq ədəd var, ya ortaq hərif var və ya hər ikisi var, ədəd də var, hərif də var. Bəs yaxşı, biz bunu necə görürük? Birinci növbədə ədədlərə baxırıq. 12, 12. İkisində də nədir Məhəmməd? Eynidir. Deməli, mən 12-ni mötərizə xaricinə çıxardacağım. Bundan 12-ni alandan sonra nə qaldı burada? Yağmur. Xədicə, nə qaldı burada? X. Burada nə qaldı? Bağışlayın. Burada nə qaldı? Y. Üstəgəl yazacağım. Niyə? Çünki orada elə bizdə misalımızda üstəgəl. Əgər orada çıxılsa çıx yazacaqdıq. Bəli. Bax yazıram ki 5x sakit. 5x çıx
5Y. Bərabər 5 vur. Nəyi çıxardacağım? 5 Doğru elədim. 5'i. Yavaş danışın uşaqlar, eşidirəm. 5'i 5 çıxardacağım. 5 vur y kız çıx y. Çıxılsın y. X çıxılsın Y. Bəli. X çıxılsın Y. Müəllimə, bəs orada Narahat olma. İkinci 12 Hə? götürmək. İkinci 12. Axı aldım ondan ortaq vuruq çıxartdım. Bax geriyə əməl eləsəm Xədicə. 12-ni X-a vursam olur 12X, üstəgəl 12-ni Y-ə vursam olur nə? 12Y. Elə bil ki, paylamanın əksidir. Oldu? Hə. İndi gəlin yazıram məsələm üçün. 5XY üstəgəl 5XA. Mən deyirəm, nə olar? De senin. Müəllim, Evet. 5 vur, İki mütərizədə X, Y, üstəgəl XA. Mahirə sən de. 5x vur, açıq mütərizədə Y üstəgəl. Bəli. Hər ikisində olan nə var ona baxırıq. Hər ikisində olan. 5 var. Bir də hərflərə baxırıq. Hər ikisində nə var? X. Bir də Asiya nəyi çıxardıram? X-i çıxardıram. 5X-i bundan aldım. Nə qaldı? Y qaldı. Bir de A. 5X A. almışam. Nə qaldı? A. Mahirə doğru dedi. Selin tələsmə. Qulaq as sonra quzum. Yaxşı? Mən dedim ki, bu ifadədəki hər hansı bir birləşmədə olan eyni ədəd ola bilər, eyni hərf ola bilər. Ya ancaq ədəd ola bilər, ya da ancaq hərf ola bilər. Hər ikisi də. Bax, burada ancaq ədəd idi, düzdür? Burada da ancaq ədəd idi, yəni əmsalı. Amma burada baxın, ədəd və nə var? Hərf var. Həqiqətən də Vagif, 5x-i y-ə vuranda nə edir? 5x-y. Plus 5x-i a-ya vuranda nə edir? 5x-a. İndi gəlin belə yazaq. 10 a y üstəgəl 5 5xy. Aha, Asya. 10y 15 15y vur 15y. Danış. Orada Y çıxardırıq da. Nədir yəni? Y vur 10 A üstəgəl 5. 2y mütərizəsi A üstəgəl X. Məmə. 10 A vur Y vur 10 A üstəgəl 5. Fidan. Fidan. Burada 10 vur, Yok. 10 vur. Yok. Mahirə. 5y 10y vur, üstəgəl 5y. A üstəgəl Y. Tamamilə doğrudur. A üstəgəl y yox, A üstəgəl x. 2A üstəgəl İndi bura baxın uşaqlar. Birinci dedim ədədlərə baxın. 10 və 5. Hər ikisində ortaq vuruq nə görürsünüz? 10 və 5-də. 10 və 5-də. 2 2 5 Bu iki görən gözləriniz hardadır? Beyniniz nəyə işləyir? Beş. 2 görən orada bir şey var mı qızım? 2 deyən kim idi mən? 5 var bu ikisində. Onda da 5 var, 5'te də 5 var. Onda 5'i çıxartsam, bir deyəndə sözü biraz fikirləşin, görəsən bu ola bilərmi? Mən deyirəm ki, hər ikisində olan ortaq. İmtihanda da belə edirsiniz də, ilk ağlınıza gələni deyirsiniz və ilk ağlınıza gələn fikri yazırsınız. Onu təzədən təhlil elə. Görün, mən düz dedim ya səhv dedim. Yaxşı? Hər ikisində nə var? 5 var. Bundan 5'i alaram, bundan da 5'i alaram. Sonra baxıram hərflərə. Hər ikisində hansı hərf var Asiya? y Y-i də aldım. Daha heç nə görmürəm. Bax indi bura Asiya. 10'dan 5'i aldım. Yəni onu 5'e böləndə neçə eləyir? 5 Onu 5'e böləndə 5. 2 Onu 5'e böləndə neçə eləyir Vagif? Nə yaxşı bilirsiniz. Görsən 2. Belə nə olar? Y-i də aldıq. Qulaq as da, ay senin. Y-i də aldıq. Nə qaldı burada? A A.
Üste gel. X. Buradan 5x'e 5y'e almışam. Ne kalır? X. Üste gel x. Ne Yazın. sandıymış? Yazın. Dinleyenler alsın. İki an neye yazmış ki 10 ayırmadınız? Axı mən onu 5'e böldüm. Bəs 10x. Oldu. Yaz. Yazın indi yenə birini deyəcəm. Silirəm. Yo 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 yo. Ben bakayım. Məmə yox, məmə yox. Hə. Beşik. Ben bunu Rahat. Ben de niye yapmıyorum? 5'e bölürsün ki. Ortaq vuruğu çıxardırıq ona görə. Aşağı bitti mənim. Birinci burada ədədlərə baxın. Hər ikisindən çıxarda biləcəyin ən böyük ədəd. 12. Yox. Ha? 24. 12. 3. Nə çıxardarsan Vaqif? 12. Bəli, 12 çıxardarsan. 12 onsuz da 12'ye bölünür, 36 da 12'ye bölünür. Hərflərdən nəyi çıxardarsınız? Ana. Anı çıxardarsınız. Üstəcə. İndi nə qaldı burada? X. 12'ni də çıxartdım, A'nı da çıxartdım. Nə qaldı? Y. Qışqırmayın. X X üstə üstəgəl Y. Yo 36'ını 12'ye böləndə neçə idi? Y. 3. Y. Yaz. Ha. O qədər yazacağım, öyrənərsin. Narahat olma. Sırayla hamıdan. Hə? Deyirəm sırayla hamıdan sonra. Baş üstə. Məsləhətin üçün təşəkkür edirik. Yazıb ki 30xy çıx 40 A. Ne? xz. Mənə cavab versin Vaqif. Burada en çok bölənimiz olacaq 10. Aha. Niyə 10? Çünki bu 10'a böləndə 3 qalır, bunda 10'a böləndə 4 qalır. Daha başqa elə bir şey bölə bilmirəm də. Onu çıxartdım. Sonra Sonra eyni ədədlərdən burada x eyni ədəddir. X hərflərdən. hərflərdən Aha, x-i. x eynidir. Ona görə çıxardırıq. Mötərizədə isə y çıx z. Dəqiq. Ay qaldı. Bunu 10'a böləndə nə qalır burada? 3. Aferin. Nə deyərsən? 3 nə? Y. Aha, sonra 4x. 4 z. 4z. yazın. Qaydanı biləndə çox asan gəlir. X, Z de orada. Aha, 4z. Hə, 40xz. Deməli, indi cavab verəcək Yağmur xanım. Ben siz niye ona 10x yazmışsınız? Otur, otur. Çünki ona bölür. Çünki 10'a bölürük. 10x'i çıxartdım. Buyur Yağmur. 18'i ve 27'nin en büyük böləni 9'dur. Aferin. 9 B İkisinde de B var. Bəli. Güzel. mötərizə içində 2A Aha. üstəgəl Aha. 3Z. Aferin. Mən məsələn mən deyə bilərəm. Ona göre 9B yazdık ki 18 ve 27'nin bölündüğü, ikisinin de ortak bölündüğü en büyük ədəd 9'dur. 18'i 9'a böləndə 2 qalır, 27'ni də 9'a böləndə 3 qalır. Artıq sən elə eləməlisən ki, bu mötərizənin içindəki ədədlərdən heç nə ortaq çıxarta bilməyəsən. Mənası budur. Yazın. Sonra, indi mənə cavab verir Xədicə. 24AB üstəgəl 20AC. Buyur qızım. Heç kəs yerindən eşələməsin. Ben 20 çok.
Her ikisini bölündüğü en büyük ədəd. Olmadı. Asya? Məmə 4-ə bölürük 24-ə. Bəli. Bunu 4'e Altı. böləndə 6 qalır. Bunu da Altı, 4'e böləndə 5 beş. qalır. 6 ilə 5'ə heç nəyə bölünmür. Yağmur. Yağmur deyirəm, Xədicə. De görüm hələ. 4'ü çıxardacağım. Sonra deməyin. Nəyi çıxardacağım qızım? 4A. Aha, gözəl. Sonra sakin. Sakin. Aha. 6B üstə gəl 5C. Ay sağ ol. Uşaqlar, burada vurma cədvəliniz çox zəkicə olmalıdır. Yaxşı? Mən də indi görəm. Seni xahiş edirəm, sırayla gəlirəm. Cavab verir Asya. 20x üstəgəl 16y. Bir dəqiqə mən yazam bunu. Buyur. 20x üstəgəl 16. Otur, niyə durursan ki? Evet. Otur. 2 bir dəqiqə 4. Aha. Bax, onun tam qərarını vermək üçün də uşaqlar. 20'ni 4'ə bölün 5. 16'ı da 4'ə bölün nə qaldı? 4. 5 ilə 4'dən yenə nəsə çıxır. Əgər yenə nəsə çıxsa daha böyük ədəd düşünün. Oldu mu? İndi nə dedin sən? 4 çıxır. Düzdür sonra? Sonra 4 mörtərizə atırıq. Aha. Eyni hərif görmədim Beş. ona görə, hə? Eyni hərif görsəydim bunu Bəli. görünə. Aha. Sonra? 5x üstəgəl 4y. Gözəl, gözəl. Aha. Çox yaxşı. Məhəmməd. 15x plus 60. Məhəmməd. 15x plus 60. Ben orada 15x plus 60. Bunların iki böleni de var. 5. En büyük böleni. Ən böyük böləni 5 deyir. Düzmü dedi uşaqlar? Hayır. Hə, Vagil? Hayır. Nə olar bəs? 15. 15, 60 elə özü 15'ə bölünür də. Deməli 15'i orta vurub çıxardırıq. 15 vurup Aha. bir şey 1x 1x yazmırıq, x yazırıq. Aha. yazırıq üstte geldi 6 60'ı 15. 15'ə neynirik? Bölürük. Neçə qalır? 4. Əyləş. Məhəmməd, çox ləng eləyirsən. Fəxrəddin. Bak şöyle mi? Buyur. 35 A üstəgəl 7 isə və 35 yazırıq. Bu 35 vur mörtərizə. Ben biraz tastırdı sonra. Senin sən deyə bilərsən. Heç tostdur deyil. Otur. 7. Selin. Sana var. Mən də. Buyur. Mən bir deyəm, hesablayım. 31. Hə, mən də orada 7 vur. Aha. Mən də 7 vur. 5 az. Hı -hı. Üstə gəl 1. Gördünüz nə gözəl dedi. Mən də onu deyəcəkdim. Mən Yazmısınız? Bəli. Yazmısan? Hanı? İkincisi var. Aşağı. Sen yazmamışsın. Ben de yazmışım. Uşaqlar, 7'ni çıxardırıq şöyle. 35 de 7'ye bölünür, 7 de 7'ye bölünür. 35'i 7'ye böləndə qalır 5, A da bir dənədir yanında qalır. Üstə gəl 7'ni 7'ye də böləndə eləyir 1. Oldu? Fidan sen birini deyirsən. Buyur. Mən burada birinci neydi? Həm 25 həm də 30'a bölünən neydi? Ən böyük ədəd neydi? 5'dir. Bəli, onu da tam dəqiqləşdirmək üçün 25'i 5'e böləndə 5,
30'u da 5'e böləndə nə qalır? 6 qalır. 5 ilə 6-dan da heç nə çıxmır. Ona görə də doğru deyirsən. 5-i çıxardırıq sonra 5 çıxardırıq. Eyni rəqəm burada olmadığına görə nə idi? Mötərizəni açırıq. eyni rəqəm nədir? Eyni hərf. Niyə yoxdur? İkisində də y var. İkisində də y var nə idi? Sonra Ondan sonra nə idi? Mötərizəni açırıq. Nə idi? 5x üstə gəl 6a. düzdür. Fəxrəddin. Yola vermə, öyrən, gör hamısı cavab verir. Mənim orada çıx yazmalı deyil mötərizə. Hə, çıx olmalı. Yaxşı. Deməli, indi kim cavab verir? Mahirə xanım. Mahirə, sən mənə de görüm qızım. Buyur. Mənə burada ən böyük ortaq vuruq 3-dür. Dəqiqə. Düz deyirsən. 27-ni 3-ə böləndə qalır 9, 33-ü də 3-ə böləndə qalır 11. 11. Düzdür? Hə. Burada 9 qalır, burada da 11. Davamını gətirək. 3x aç mötərizə 9y üstə gəl 11a. Yazın. Deməli, 4-ün qalanı evə, xeyləyini yazdıq burada. 4-ün qalanı evə. İndi 5-ə baxırıq uşaqlar, 5. Bu mövzunu 2 yerə böləcəm siz üçün. 6-dan 11-ə də gələn dərs eləyəcək. Yaxşı? 6-cı gün. 5 evdə yazayım. 5'e bakın bir dənə. 5-ci tapşırıqda yazıb ki, ortaq vurğun mötərizə xaricinə çıxarmaqla həll edin. Uşaqlar, ortaq vurğun mötərizə xaricinə çıxarmaqla həll edin səmərəli üsuldur. Ona görə. Bu bir. İkincisi, biz bu üsulla həll etməsək, fikir verin orada 5-ciyə 856 vur 156. Ayrıca alt-alta vurmalısan. 96 vur 8-ə vurmalısan, vurmalısan, çıxmalısan, toplamalısan, ürəyimiz sıxıldı, hə? Amma bu ortaq vurğun mötərizə xaricinə çıxarılması bunu saniyələr içində həll edir. Gəlin məsələn 5-dən hansı nömrəni istəyirsiniz deyin, müəllimə bir dənəsi izah eləsin. Saat neçədir? Selin, saat neçədir? Məndə saat 16:37. Bir dənəsini izah edeyim. 5'i də evdə yazarsınız, 5-cini izah edeyim. Yaxşı. 6-cını yazayım. 5'i, 6'ını yox. 6 bu hissəni, bu sıranı. Yaxşı. 5-cidə 5. 5-cidə 5'i izah edeyim sizə uşaqlar. Bəli. Deməli yazıb ki 856 vur 156. 856 vur 156. Bax uşaqlar, bu qaydanı bilməsək həqiqətən təmiz 20 dəqiqə həm pis halda vaxtınız gedəcək. 96 vur. Neçədir orada? 856. Sonra Üstə gəl 40 vur 856. uşaqlar, bura bir dənə diqqətlə baxın nə var? Bayaqdan hərflə qarışıq olan eləyirdik də, düzdürmü? İndi hamısı nədir? Ədəddir. Bax yine Məhəmməd. Bu bir hesablama, bu bir hesablama, bu da bir hesablama. Düzdürmü? Təbii ki ayrı-ayrıca bunları vurmağı düşünməliyik. Hamısında eyni ədəd nə görürsünüz? 856. Hə? Hamısında 856. Deməli 856'nı çıxardırıq, ortaq vururuq. 856'nı bundan alandan sonra nə qaldı? 156 çıxdı. Çıx dən. 96. Üstə gələn 40. Daha son demiş. 856 vurulsun. 156'dan 96 çıxanda neçə edir? 60, 60 üstənə gələndə 85'in 600. bunu yazırıq. Sonuna da neçə 0? 2. Gördünüz, saniyələr içində həll oldu. Birini də yazım, siz mənə kömək edin, sonra da yekunlaşdırın. 6. 6. Yox, məmə. 3. 4. Onlar asandır. Hamısı asandır onsuz.
Mən altını mən deyə bilərəm. Üstə gəl. Hə, deyil, nə olar ki? Şey, 74'ü Ama Mürtəzə. burada başka cür bir şey var. Bir dakika diyanım ben deyirəm, qulaq asın. Burada başka bir şey var. Diqqətlə qulaq asın. Müəllimə, Selin qulaq asın quzum. Burada fərqli şey. beşi başa düşmədim müəllimə. 5'in her bir burada toplananında 856 var Selin. 856'nı çıxardırsan mötərizənin xaricinə, qalır bunda 156 çıx, 96 üstə gəl 40. Sadə toplama çıxma əməlinə gəldi. Videoda baxarsan bir dəfə də eşidərsən quzum, yaxşı? Mən bəs axı buna çıxıb toplayan 100 eləyir. Bəli. Qulaq asın buna uşaqlar. Aha. 100 eləmir ki, 100 eləyir də. 100 eləyir. Hə. Bura baxın uşaqlar. 74 vur 14, 56 vur 74, Fəxrəddin. 70 vur 56. Bax bunların hər ikisində nə gördün? 74. Amma bunda görmədin, elədir? Bəli. Bunu bir dənə saxla burada, buna dəymə. Qulaq asasıya. 74, 74, hər ikisində var çıxardırsan. Mötərizənin xaricinə. Bunun 74'ünü götürəndə nə qalır? Plus. Bunun 74'ünü götürəndə nə qalır? 56. Gəlin buna hesablayaq. 74 vurulsun, 14. Nənə Üzrə yaxşı, gəl, 56, 70. Ay sağ ol. Uşaqlar bura baxın. Axı bunun adı bura var. Gördünüz? İndi biz bunu burada davam eləyəcəyik. Bax bu ikisinin yerinə 8181. çox lazımdır mən onu hesablayım elə. Bir qulaq asdıyız ha. Burasının cavabı elədi bura. Yazıram bura nə? 74 vur nə? 70. Plus 70 vurulsun nə? 56. Bunun davamında yazdım bura. Hər ikisində nə görürsünüz? 70. 70'i çıxardıram ortaq vuruq. İçəridə nə qaldı? 74. Üstə, Üstə gəl 56. 74'ün üstə 56 gəndə neçə edir uşaqlar? 100. 130, 140. 70'i də vuracam nəyə? 130 eləyir axı. 140 eləyir. 140 eləyir. 140 eləyir. Dəqiq. Hə, 140 eləyir. 120, 130, yox düzdür. Deyirəm ben 130. 130. 7'ni 13'e vuranda neçə edir uşaqlar? 13. 70, 21, 91. Sən nə dedin məsələn oğlum bayaq? Ben o oradaki cevabı hesaplıyorum. Ha, onu biz qurtarmamışıq axı hələ. Səbirli ol. Axırına çataq. Bəs mən sənə nə dedim? Bu qayda o qədər gözəl qaydadır ki, saniyələr içində ən çətin görünən belə misalı bizə həll eləməyə kömək edir. Yəni sən o cürlə yəqin çətin vuruq sənə verilməz. Məntiqinizin ölçüsünü götürmək üçün bu cür ardıcılığı davam eləmək məqsədi ilə sizə tapşırıqlar verilir. Yaxşı? Bu qədər. Evə yazacaqsınız, köçürdün. Evə yazacaqsınız, mövzu 6-dan 1, 2, 3, 4, 5 qalanlar. 1, 2, 3, 4, 5 qalanlar. Məhəmməd, Fəxrəddin, Asya. Qrupa yazacağım. Dönə videonu izləyin. Yaxşı? Ki, ev tapşırığını normal işləyəsiniz. Yaxşı mı?